Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizlə döyüşən mənim ən əziz dostum biri Yusif Əsədov rəhmətə gedəndə yazdığım şeir dəyişəm. Orada yazmışam ki, müharibə yaman dəhşətli imiş. Müharibə yaman dəhşətli imiş. Ən gözəl cavanlar seçildi getdi. Polad təksinələr, əyilməz başlar avtomat önündə biçildi getdi. Bacılar yollara töydü göz yaşın, analar fəryadla yoldular başın. Döyüşdə dost dostun, yoldaş yoldaşın qolları üstündə keçindi getdi. Gəldi qanlı tarix, qanlı zamana, büründü kainat, aha, amana. İnsanlar susadı insan qanına, doldu piyalədə içildi getdi. Qalmadı kimsədə vəfa, etibar, deyəsən dünyanın sonudur İlqar. Neçə il kök atmış ellər, obalar yerindən, yurdundan köç oldu getdi.